Salam, kanalıma hoş geldiniz. Bugün badımcan yemeği hazırlayıram. Tavanı ocağın üzerine yerleştirip içerisine yağ əlavə edirəm. Badımcanları əvvəlcədən soyub, doğrayıb, duzlayıb yumuşam. Badımcanları istəyə görə kim necə istəsə doğraya bilər. Badımcanın bir ucu kızarıb, o birisi üzünü çevirirəm ki kızarsın. Badımcanı çox pişirməyə ehtiyac yoxdur. Biraz kızardı, bəs edir. Badımcanlar kızardı. Badımcanları yağın içerisinden götürdüm. Həmin yağın içerisine biberləri əlavə edib qızardacağım. Mən 2 ədəd acı biberdən istifadə elədim. Mənim istifadə etdiyim acı biberlərin çox da acısı yox idi. Acı biber zövqə görədir. 1 ədəd qırmızı biber, 1 ədəd yaşıl, 1 ədəd də sarı biberdən istifadə elədim. Biberləri də qızardan zaman üzərinə az tuz əlavə edirəm. Biberlər də çox qızartmağa ehtiyac yoxdur. Biraz qızardıqdan sonra tavadan götürürəm biberləri. Biberlər də biraz qızardı. Tavadan götürdüm. İndi tavanın içərisinə soyub doğradığım pomidoru əlavə edirəm. Pomidor da kızaran zaman biraz tuz əlavə edirəm. Pomidorun hər iki tərəfi biraz qızardıqdan sonra biberi və badımcanları əlavə edirəm. Badımcan və biberləri tavaya əlavə etdikdən sonra tavanın ağzını qapağı ilə örtüb 10-15 dəqiqə az ateşdə bişirirəm. Artıq bişib hazırdır. Ocaqdan götürürəm. Çox dadlı, ləzzətli yemək alınır. Hazırlamağınızı tövsiyə edirəm. Bugünlük bu qədər. Hələlik.